Axşamınız xeyir olsun. Yəqin ki, səs yerindən tutmuram. Və şəhərin gözəlliyinə baxın. Və gedirik hara? Bacımgilə gedirəm, bacım. Bacımgilə gedirəm. Çeyiz mərkəz keçirik, gedirik. Metroya kimi dedim yürüyüş edək. Tək deyiləm, Nurayda mənimlə də gedirik. Yeməyi də təzə yeyib çıxmışam deyə təngi nəfəs oluram. Alırım. Təzə şey Olar. Şəhər ancaq mənim üçün, Bakı şəhəri ancaq gecələr gözəldir. Çünki işıqlar falan, gündüzlər çox şey görsənir, çox belə nidastatikları, yəni çaşqınmazlıqlar hamısı görsənir. Amma gecə vaxtı isə ona heç bir görsənmir. Yəni ki, çox işıqlıdır, yəni. Bu da mərkəzimizdir bizim, Çeyiz mərkəz keçirik. Sırası akrojet edirdi evlərimizi. Ha, Görürdülər. ha. Biz sənə axşamlar həm istidən yata bilmirdi, həm də itlərin səsindən. Ha. Çünki orada itlər çoxdur. Hə. Şəhərdə də çoxdur, amma Şəhərdə orada vəhşiyyən daha çoxdur. Hə. Birazdan şu metroya çatacağıq. Çeyiz metro gedəcəm. Çünki əslində 11 nömrə evin yanından gedir. 11 çox gec gedir. 1 saat dinməz gedir. Əhmədliyə, Həziyə kimi 11 nömrə gedir. Biz elə metro Həzidə düşəcəyik. Həzidən də 104 və yaxud da ki 20 nömrəyə minəcəm. Elə planlaşıram. Elə daha tez çatacağım. Bu arada da işləyirəm. Full time işdir. Ona görə heç cürə yəni vaxtım olmur. Bu arada da siz məni təbrik edə bilərsiniz. Artıq mən xala olmuşam. Bacımın bir dənə oğlu olub, adı da Rauldur. İndi gedəndə çəkə bilsəm, orada yəni çəkəcəm. Komfortlu olsa, uşaq yatmasa, əslində çəkmək istəyirəm. Çox sevincliyəm, həddindən artıq. Və gözəl xəbər kimi verəndə deyirəm ki, yeni statusum var, artıq havayam mən. Bu da bizim 11 nömrəmiz. Baxın, odur. 11 nömrə gedir, amma biz 11-də deyilik. Çünki bizə sərf eləmir. Həm də ki, şəhərin probka olan vaxtıdır. Yaxşı gəlməmişəm. Yoxsa gedib geç çıxacaq. Hamının işdən çıxan vaxtı, axşam, maşınlar da çox. Belə. Gedək metroya minək yavaş-yavaş. Burada çatırıq. Səndən oynayacaq. Hə. Hələ çox balaca, hələ baz Yox, bilirsən. 40-dan elə ki, əllərindən özü bilir götürəcək, güləcəklər. Hə. Olar, onda olar.
Pərviz mənəm. Qırğın edəcəm. Hani Allah əgər səni YouTube videoda görsəm, YouTube'a report edib səni bağlatacağım bu kanalda. Ay bala dedim də 40-dan sonra dedim paylaşacağım da. 40 olan günü paylaşacağım. Sakitləş. Elə çək ki, şu an baş gözü ayarlısı burası görsənməsin. Az başı eləcə görsən. Oo, Nuray sən başını çək. Onunla paylaşıram. Onu paylaşmana da qoymuram. Az paylaşmıram onu Sən bu uşağı da. paylaşırsan. Sənə qurban olsun da xalam. O qadan olas paylaşmıram da. Arada düşür də nağarım. Bütün gün bununla bərabər gəzirəm. Mən bilmirəm. Hayda. Sənə qurban olaram. Allah oğlum. Aynen. Allah oğlum. Məni sənə həsrət qoydular. Allah Özü oğlum. gəlmir, özü film daha gedir. Allah oğlum. O qadan olub. Az görmüsən gecə ilə gəlmişəm. Nə Belə istəyirsən? gəlməz. Mən işin ana budur da. Belə gəlmir. Necə gəlmək istəyirsən? Nağarım ki mənə. Yəni ki, hər gün gələ bilərsən də. Həftədə 2-3 dəfə gələ bilərsən. Qurban olaram elə sənə. Asker O qaldı. güldü balam. Asker O bu gecə güldü qalmamaya balam. kömək elə. O qadan olaram mənə. Vallahi Yer sən Allah belə uşaqsan üçün qudun olur, neydi səni verin Allaha şükür. Az bunun şaketine mübarek Mübüşdü elə dedim də dedim. Böyük deyil, yaxşıdır. Yok. Az Bir aydan boy sonra uzun hiç deyil uşaq, bobun olmuyor. maşallah. Maşallah, maşallah. Can, biraz can. içim cəngdir. Məsələn, canı isti olsun. Qarnını bükmək istəyirsən. Kim var burada? Kim var burada? Nuray da bile bağırıyor. Sabahınız xeyir olsun. Sizə yeni bir gündən və yeni bir vlogdan sizə salamlayıram. Bugün ev günümdür, işə getmirəm, amma evdə də işlərim falan çoxdur. Çayımı içmişəm, polunu ürən istəyən evdəyəmsə 2 stəkan, 3 stəkan dalbada çay içirəm, çayımı içmişəm, amma gördüm ki, enerjim yoxdur.
Deməli, Rojnu 6 gündür dalbadal, yəni dayanmadan işləyirəm. Bu gün isə выходноyumdur. Dedim kofe içim və başlayım işimə. Bugün çalışdığım qədər, yəni bacardığım qədər videonu çəkməyə çalışacağam. Çünki çox istəyirəm videolarıma falan davam eləmək. Bu arada bacım da yaman danlayıb ki, sən bir dəfə atırsan videonu, sonra 2 həftə itirsən, 1 ay itirsən, sonra təzədən yəni video başlayırsan. Bu arada kofemi də qəşəng aparatda dəmlədim. Aparatdakı kofemdə çox təəssüf olsun, çox az qalıb. Harca 2-3 qaşıq belə falan qalıb, yəni 3 dəfə dəmləməyim maksimumu da və bunda kofemi də hazırlamışam və süddə quru südümüz var idi, ondan əlavə elədim. O birisi südümüzü bitib çıxardacaq marazinkadan, onu da bişirəcəm. Belə. Bugünə planım evdə nə işlər görürəm, nə edirəm. Əslində bugün ev günümdür deyə 3 gündür evə əl dəymir. Çünki mamamgilə falan yəni getmişdim. Ona görə də bütün işlərim, yəni bircə gün belə gedəndə, yəni işlər tökülüb qalır. Balaca qızım sağ olsun evi falan pis süsləyib, təmizləyib edirdi. Yəni o onun ümidinə qalmışdı. Nəysə, kofemi içim, bacardığım qədər də yəni dediyim kimi çəkməyə çalışacağam. Əgər sizə kofe içirsə, sizə də nuş olsun. Bu arada hələ kanalıma abunə deyilsinizsə, abunə olmağı, like qoymağı və kommentar yazmağı da unutmayın. Deməli, bu arada bu güzgünü falan siləcəm. Bu salfetka ilə siləndə güzgüdə iz buraxır, bilmirəm niyə. Yəni özdə həmişə aldığımdır. Özdə bu dəfəki aldığım elə bir nəmliliyi biraz azdır. Ona görə belə bir dəsmal tipi var. Baxın, belə göstərim, qoy, yaxınlaşdırım. Nəsə, fokuslanmır. Belə. Bundan var, bu əslində iz buraxmamalıdır. Bunu yaş edib, eləcə güzgünü falan siləcəm ki, yəni iz buraxmasın. Amma bu isə iz buraxır. Yəni, görüm necə alınacaq.
Deməli, baxın, silirəm. Sonra sizə nəticəsini göstərəcəm. Görək, izi qalır, qalmır. Əslində bunların izi qalmamalıdır. Çıxmışım, əlxın altın stolda qoymuşam ki, çıxa bilim, baxın. Birazdan sizə nəticəni göstərəcəm. Bu işıq neyim? İşıq da qəribə deyim, marqat deyir. Əslində bəziləri var, bilmirəm bu ondandır yoxsa yox. Mən əvvəllər istifadə eləmişəm. O Türkiyə hissəsi o Türkiyədən gətirmişdilər. Deməli quruyandan sonra özündən əslində iz buraxmamalıdır. Yəni ona iminli onun materialına oxşayır. İndi baxaq, birazdan 1-5 dəqiqədən sonra gəlib baxalım görüm iz buraxır yoxsa yox. İz buraxırsa məcburan təzədən bir də özümü silim. Hələ ki suyun izləri falan belə var. Deməli işlərimi gördüm. Yeməyi tələsik supu qoymuşum ocağa. Və qarışıq bir sup bişirəm. Bu da ki muz. Şimdi çıxmışım. Saçma vurum təkcə. Çıxıram evdən. Mamama yaşda demişəm. 15 dəqiqədir hələ 15 dəqiqə işləmir də. 12-13 dəqiqə olar. Gəlib çıxıb. Zəngin dalınca. Neyse. Vurumla sonu çıxım. Çünki vaxtım azdı. Baxdan falan bütün batırdım. Telefon da qoymuşum koridordakı şkafa. Hiç çəkiliş çəkə bilirəm. Dedim videomu başlamışam, üçün davam edim. Hər dəfə inanın ki, sonra yarımçıq falan qalır, sonra istəmirəm çəkmək. Çünki materialım yarımçıq qalır, sonra montaj falan edə bilmirəm. Neyse. Soğanı. Saçlarımın yeri. Yapılmışdım. Hem xəstəyəm, nə gedəsi. Neyse. Qaçım çıxım. Saçım getdikcə quruyacaq, elə belə yaş-yaş çıxıram. Əllərimin tükünə baxın, görün saçım nə qədər tökülür, qaşmar, dəhşət bir şeydir, eminəm ki. Çox da bilirəm ki, əsəb stres bax, elədi ki, çıxır, dəhşət bir şey. Boş, gedim ondan qoyum, təcə, çıxım. Deməli, axşamınız xeyir olsun, işdən gəlmişəm. Mağazaya getdim, alışverişdə falan elə belə birazdan sizin üçün göstərəcəm. Əsas məsələ mənim bu ünvan kim belə görsənir, amma necə ağardı, adicə Domestos'da istifadə elədim. Onu bacım demişdi ki, bəs Domestos'u ağaracaq. Həqiqətən gəl öncəki rəngini sizə çəkib göstərərdim də. İstəsəmə çay, kofe, ləkəsi falan qalmışdı. Baxın necə qəşəng. Təmiz oldu. Düzdür, bu cızıqları yəni var. Yəni suyu dəmirinə kimi ağardı. Yəni başqa vaxtda məsəl üçün bu toz kimi olanları bununla sürdürəm, heç vaxtı getmir. Amma indi necə gözəl ağardı. Bir də burada bu hissələr belə saralmışdı da. Uşaqlar burada çaynik həmişə burada olur. Bu kofeyə yanında da çaynik olur. Uşaqlar çay zad dökülür. Bütün buralar belə batır. Amma bax, indi sizə burada ləkəni göstərim. Baxın, burada sarı ləkə var. Bu isə tam getmədi. Gələn dəfə isə bunu elə bir sona yaxın, buranı yaxşı sürdəndən sonra vurdum bu hissələri. Gələn dəfə isə bura vuracam. Qəşəng əlməziyə giyindim və qəşəng də yəni sürdüm. Yəni əməlli baxışda ağabeyim fərq var da. Göstərim. Boşum. Tezə başlayım, yemək falan hazırlayacağım. Deməli, xəmiri dünən axşamdan yoğurmuşdum. 2 dənə kündəli çıxdı. Elə salfanda qoymuşdum xəmiri.
Buradan da içərisində mayonez, bir də tomat sosu elədim. Maman hazırladı tomatdan. Və burada var ətdir, kartuşkadır, soğandır və bir də kələmlə. Belə bol-bol 2 dənəsi çıxdı. Amma 3 dənə kündəm olsaydı lap super olardı. Belə qəşəngdə çıxardı. Amma bol-bol bunu doldurdum. Bu arada gedib alışveriş falan eləmişəm. Alışverişi indi sizə göstərəcəm. Belə göstərirəm. Deyirəm ki, Allah bacımdan razı olsun. O deməsəydi də heç belə ağlımın ucuna keçməzdik. Yəni ünvan ki, şeylə təmizliyimdə domestosla. Çox qəşəng getdi buralar falan da. Düzdür, indi burası lap ağ görsənir də, amma həqiqətən ağarıb da, yəni bildiyin ağarıb. Düzdür, o ləkələr falan, yəni o cızıqlar ucu var, yəni olacaq. Deməli ikisini də pişirdim. Bu sonuncu çıxandı. Bizə birinci çıxandı. Uşaqlara bölüm, uşaqlara yedim. Birini də özümə qoymuşam, yeyirəm. Bu arada Nuray məndən şokolad istəyirdi. Banana batırmış şokolad. Şokoladı belə buxarda əritdim. Və hazırda bananlı şokoladlar. Belə. Altı tez yapışır, yukaya yapışır. Belə. Bu arada hansı şokoladdan istifadə eləmişəm sizə göstərim. Efes'in damla şokoladı sütlünü almışdım. Kilosunu 9.50'ye aldım. Amma bayaq bunu başqa yerdən almışam. Bayaqsa gedib yəni Efes'in ağ şokoladısını aldım. Onlar isə kilosunu 10 manata verilir. Biraz baha çalaqdır yəni. Burada da yəni 50 qəpik belə yəni fərqləri var. Belə. Hə, yox, mən sağ. Uşaqlar da oyunu oynayırlar. Hə, varım. Yaxların Nurayla gezmişik mağazaya. Minbir Xırdavar kimi bir mağazadır. Orada hər şey satırdılar. Bir ünlü aldıq. Bir də nə aldım? Pingvin salfan aldım. Bir də tərəzi aldım. İndi isə tərəzini də göstərəcəm. Deməli sizə göstərim. Burada da özümə varini qoymuşam. Varini çay içəcəm. Öncə. Beləli 100 dənəlik pingvin salfan. Ucu bunun ağzı açılır. Nəysə 100 dənəlik bundan aldım. Bu 70 qəpiyə aldım. Əsas məsələ bilsiz nə almışam? Bunun əslində çəkin saxlayacağım. 5 manat 50 qəpiyə özümə demək tərəzi almışam. O tərəzini, baxın belə bir tərəzidir. Tərəzin də orada daşını falan taxdıq. Dedim ki 5 manat 50 qəpik əslində şoka düşdüm də. Yəni 5 manat 50 qəpik. Tərəzinin qiyməti, yəni nasıl qiymətə yəni yox idi. 20 neçə manatdan yəni yuxarı idi da. Və baxın belə bir tərəzidir. Bu qabıdır. Əslində belə tip tərəzilər sevmirəm. Mən də həmişə belə elektronun üstünə qoyuram. Bu da yaxşıdır yəni. Yəqin ki inşallah ki yəni uzun ömürlü olar. Baxın belə bir şeydə. Belə 2 dənə knopkası var. Düz knopkası çətin basılır. Qabın qoyulmuş qabı ölçür 52 qramdır. Şeyə keçir. Litr yoxdur, ancaq qramdır. Sıfırlayırsan, təzliyən ucu 5 kilograma qədər də yəni çəkir. Dedim, soruşdum, dedim, yəni yaxşı tərəzidir. Dedi, hə, yaxşıdır tərəzidir. Dedi, yəqin ki də, yəni o da işçidir, o da bilir. Boşum aldım, inşallah xeyri uğurlu olsun. Elə bu qədər. Yəqin ki, maşının səsinə də birtəhər oldu, çünki paltar yuyulur orada. Bugünlük bu qədər. Vlogumu da burada sizinlə tamamlayım, sağollaşın. Həm dünənki gündən çəkmişəm, həm də ki, bugün ucu axşam, yəni işdən çıxandan sonra çəkmişəm. Yəqin ki, sabaha bir günə yeməsinə vlog çəkərəm. Belə. Sağ olun, sağlıqla qalın. Yeni bir gündə və yeni bir vlogda görüşmək üzrə. Hələlik.